Salam, hörmətli izləyicilər. Bu gün mən sizə bəzi omonim şəkilçilər haqqında məlumat verəcəm və həmin omonim şəkilçilər, yəni elə omonim şəkilçilər var ki, həm sifət, həm isim yaradır. Bunları necə fərqləndirmək lazımdır? Çalışacağam ki, onu sizə daha geniş və aydın şəkildə izah edə bilim. Birinci başlayaq L şəkilçisi barədə. Ümumiyyətlə bilirik ki, uşaqlar, L həm sifət yarada bilir, həm isim yarada bilir. Hansı sözlərdə isim, hansı sözlərdə sifət yaradır? Bunu daha ətraflı izah edək. Məsəl üçün, ən önəmli, mən uşaqlarıma ən birinci öyrətdiyim məktəbli, şəhərli, kəndli. Bu sözlər isim yaradır. Bu sözlərdə L isim yaradır. Yenə də qeyd edirəm. Məktəbli, şəhərli, kəndli. Digərlərini şifahi şəkildə deyəcəm. Və uşaqlar, L təkcə məktəbli, şəhərli, kəndli sözü ilə yekunlaşdımı? Xeyr. Bir soyadlı bildirən yaradır. Məsəl üçün Həsənli, Hüseynli. Yəni burada L artıq soyad yaradır. Yəni L soyad yaradarsa, artıq o da isim düzəldən şəkilçi kimi qeyd olunur. Və həmçinin MHM testlərində də çox rastlaşdığımız həm yerli sözü. Həm yerli sözü uşaqlar, bu da isimdir. Bir də qeyd edirəm, məktəbli, şəhərli, kəndli və bir də uşaqlar soyad yaradırsa, Həsənli və s. Və bir də məsələn Azərbaycanlı. Görürsüz burada Azərbaycanlı, yəni isim yaradıbdır. Şuşalısı ilə diqqətinizi çatdırmaq istəyirəm ki, yerli sözü var, yerli. Yerli sifət yaradacaq. Dibin testində də bu konkret var. Yerli sifətdir, həm yerli isimdir. Və başqa necə sifət yarada bilər? Onları tapmaq daha rahatdır. Dadlı, dadsız yaratmış olur. Deməli orada L sifət yaradıb. Və yaxud da deyirəm ki, məsəl üçün yağışlı, yağışsız hava. Görürsüz, deyə bilirəm. Amma məktəbli deyəndə mən bir insan nəzərdə tutduğuma görə burada isim götürəcəyik. Məktəbsiz desəm orada fərqli bir mənaya nəzərdə tutulur. Yenə deyirəm, məktəbli isim insan mənası verdiyinə görə biz onu isim götürəcəyik. Amma ona götürüb məktəbsiz desəm bu tamamilə fərqli bir mənaya gəlir. Yəni ona görə də oradan məktəbli sözünə L isim yaradıbdır. Daha sonra keçək L şəkilçisinə. Və uşaqlar, L isim yarada bilər, sifət yarada bilər. Hansı ki, indi nümunələrini deyəcəm və çalışacağam ki, daha ətraflı izah edim və həmçinin zərf yarada bilər. Bəs bunları necə fərqləndirəcəyik deyəcəm. İsim yaradanda daha çox məsələn meşəlik, çəmənlik, analıq, atalıq. Burada isim yaradıb uşaqlar. Sifət kimi olanda, məsələn aylıq plan, günlük plan, illik plan, necə plan, hansı plan, aylıq plan. Necə plan, hansı plan, günlük plan. Görürsünüz bu donluq parça, necə parça, donluq parça. Artıq burada sifət yaradıblar. Zərfdə L şəkilçisi hansı sözlərdə olacaq? Hələlik, həmişəlik, ömürlük. Bu sözlərdə isə zərf yaradacaq. Bir də qeyd edirəm, hələlik, həmişəlik və indilik sözlərində, bir də ömürlük sözlərində L zərf yaradacaq. Daha sonra isə biz başqa şəkilçilərdən də danışa bilərik. Məsələn, dar şəkilçisi, hansı ki, həm isim yaradır, həm də sifət yaradır. Bunu məsələn necə olacaq? Məsələn, dar şəkilçisi isimdə necə olacaq? Məsəl üçün deyirəm ki, ambardar. Görürsüz, peşə yaradır. Peşə yaradırsa, artıq mən bilməliyəm, yəni siz bilməlisiniz ki, burada isimdir. Çünki peşələr isimdir. Ambardar, yəni ambarda nəsə bir peşəyə baxan şəxsdir. Xəzinədar, yəni büdcə işlərinə məşğul olana xəzinədar deyilir. Görürsüz, peşədir, hökmdar. Burada dar şəkilçidə və isim yaradıb. Hardan bilirəm, peşə yaradıbdır. Bəs sifətdə necə biləcəyik? Baxın uşaqlar, məhsuldar il, necə il? Burada artıq nə olacaq? Sifət. Və yaxud da evdar xanım, necə xanım? Sifət. Əməkdar artist. Necə artist? Hansı artist? Hansı artist? Burada isə sifət yaradacaq. Bir də qeyd edirəm. Yəni bunu mən adətən bir sözü həmişə dərsdə də 5-6 dəfə təkrar edirəm ki, uşaqlar daha aydın və daha yadda saxlasınlar, daha çox yadlarına saxlasınlar. Dar, əgər peşə bildirən söz yaradıbsa, bu isimdir deməkdir. Yox, əlamət bildirən məhsuldar, evdar, əməkdar necə sualını verə biliriksə, burada artıq sifət yaradacaq. Daha sonra keçək keşə. Uşaqlar, keş həm sifət yaradır, həm də isim yaradır. Bəs adətən iki sözdə görmüşük, azarkeş və dəmkeş sözlərində isim yaradıbdır. Azarkeş uşaqlar, yer gəlmişkən bir şey də qeyd etmək istəyirəm ki, azarkeşi çox yəni görmüşəm ki, deyilişdə də yazılışda azərkeş deyirlər. Bu yanlışdır. Azər sözü yoxdur. Azərkeş yox. Uşaqlar, azarkeşdir. Azar sözü varmı? Var. Azar xəstə deməkdir, xəstəlik deməkdir. Burada azarkeş o mənanı verir ki, bir şeyin xəstəsi. Yəni bir şeyin xəstəsi olanda adətən idman, indi burada belə deyim də, idman həvəskarına azarkeş deyilir. Və dəmkeş nədir? Dəmkeş də uşaqlar adətən samavarın üzərində çaydan qoyulması üçün yeri olur ki, o dəm alsın. Həmin hissəyə dəmkeş deyilir və mən burada çalışacağam ki, videoda onun şəkillərini qoya bilim ki, sizin vizual olaraq görün və yaddaşınızda qalsa daha yaddaşınızda qalmağı daha yaxşıdır. Ona görə də çalışacağam vizual olaraq qoyun burada, yəni şəkil olaraq burada qoyun mütləq. Və uşaqlar sifətlərdə necə olacaq? Cəfakeş. Məsələn, cəfakeş insan, necə insan? Və yaxud həmin zəhmətkeş insan, necə insan? Görürsüz, isimdən fərqlənir. İsimdə məsələn azarkeş deyəndə bir insan nəzərdə tutulacaq. Dəmkeş deyəcək bir əşyadır. Ona görə də görürsüz, isimdir. Amma sifətdə olanda necə olacaq? Sifət yaradanda əlamət bildirəcək. Cəfakeş, yəni cəfa verəndə. Bu arada cəfakar sözü, cəfakar sözü də var, cəfakeş sözü də var. Cəfakar o demək ki, yəni özü cəfa verir, yəni əziyyət verir, özü əziyyət verir. Cəfakeş isə
Özü, yəni cəfakar kiməsə əziyyət verir? Cəfakeş isə özü əziyyət çəkir. Kimsə ona əzab verir. Və daha sonra isə kara baxaq. Uşaqlar, kar şəkilsi də var. Bu qarşımızda yeri gəlmişkən bir şey də qeyd edirəm. Görürsüz, başlanğıcına devs qoyuram. Mütləq şəkildə şəkilçilər bu formada yazılmalıdır. Daha sonra məsələn bəstəkar sözündə. Bəstəkar sözündə görürsünüz, bir peşədir. Bəstəkar. Bu olacaq isim. Bəstəkar, sənətkar, bu isim olacaq. Lakin davakar insan, necə insan? Bu artıq sifət yaradacaq. Və ya füsunkar insan. Uşaqlar, yeri gəlmişkən füsunkar sözü belə yazılır. Füsunkar. Bizdə füsun sözü də var və davakar, füsunkar, cəfakar burada isə sifət yaradacaq. İzahlar bu mövzudan bu qədər izah. Kimə nəsə aydın olmasa, rəy bölməsində qeyd etsin. Əgər izahı bəyəndinizsə, onu bəyənməyi unutmayın. Bu qədər digər izaha qədər digər izah